Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Sizinlə yenə Novruz xonçasının hazırlanmasını paylaşacağım. Bu dəfə fərqli modeldə hazırladım. Ümid edirəm sizlərin də ürəyincə olacaq. Bir neçə hazır suvenirdən istifadə eləmişəm və hazırlanma qaydası kanalımızda var. Linkini qeyd eləyəcəm. İstəsəz buyurub baxa bilərsiniz. Səbətin korpusunu kardondan hazırlayacağım, altlıq hissəsini. Əgər əlinizdə hazır qutu varsa, ondan da istifadə eləmək olar. Künc hissələrə əlavə olaraq belə kardon yapışdıracağım ki, səbətimizin korpusu daha möhkəm olsun. Ara kəsmələri də yerləşdirəndən sonra yenidən bərkidirik. Eyni qayda ilə üzərinə ağırlıq qoyanda səbətin orta hissəsi çökməsin deyə dayaq qoymaq vacibdir. Böyük səbətlərdə 2-3 ədəd dayaq qoyun. Kiçik səbətlərdə 1 ədəd dayaq kifayətdir. Kənarına kilim dekorlu milli parça yapışdıracağım. İstəsəz həsr lent də yapışdırmaq olar. Bəzən üst-üstə düşmür naxışlar. Amma çalışın kənar hissədə, yəni çox fərq olmasın, biraz da olsa naxışlar bir-birinə yaxın olsun. Daha sonra üst hissəyə doğru 1-2 sm artıq kəsmişəm, belə qatlalamaq üçün. Daha sonra üzərinə suvenirlərimizi yerləşdirəcəm. Bu heykəli mən öncədən hazırlamışam. İstəsəz hazırlanma qaydasına baxa bilərsiniz. İndi isə altlıq hissəsini hazırlayacağım. Əgər siz birbaşa hazırlamaq istəsəz, əvvəlcə altlıq hissəni hazırlayın. Daha sonra üzərinə suvenir heykəlləri yerləşdirin. Və bu formada böyük korpusu hazırladığımız qayda ilə, yəni eyni formada hazırlayıram. Əgər bu formada miniatür heykəl hazırlamaq istəməsəz, yəni belə kukla bəzəmək istəməsəz, altlığı hazırlayın. Satışda hazır gildən heykəllər var. Məşridivad var, çay içən, yəni çayın kənarında, samavar kənarında dəstgah var. Müxtəlif formaları var. Yəni ancaq bu hissəni, çardaq hissəni hazırlayıb, içərisinə hazır heykəllər qoya bilərsiniz. Bəlkə də görmüsünüz şəkillərdə ya satışda. Çardağı hazırlayıb, içərisinə hazır heykəllər yapışdırmaq olar. O da gözəl görünür. Mən istədim ki, heykəli də özüm hazırlayayım. Sizlər üçün fikir olsun. Bəlkə hazırlamaq istəyirsiniz. Dediyim kimi, istəməsəz yalnız altlıq hissəni, çardağın özünü hazırlayın və içərisinə hazır heykəlləri yerləşdirin. Çardaq üçün bizə odunlar lazım olacaq. Dayaq üçün ilk olaraq 4 ədəd odun götürürük. İkisi normal ölçüdədir. Digər ikisi ön hissəyə yapışdıracağım. Biraz qısadır. 2 sm qısa olsa yetərlidir. Yəni çardaq, belə deyim, aşağıdan yuxarıya doğru olmağını istədim. Çardağın ölçüsünü alıb, çimi kəsəcəm ki, çardağın altında qalıb israf olmasın. Bundan da hansı dekorda istifadə eləmək olar.
Kənar hissələrə həsir ip var, onu yapışdıracağım. Gördüyünüz kimi biraz da qalındır. Həm görüntü olaraq gözəl görünsün, eyni zamanda odunları da nisbətən yəni bərk yapışmağına kömək eləyəcək. Çardağın üst hissəsini hazırlamaq üçün bu formada ölçünü aldım. 4 ədəd eyni ölçülü odun kəsirik. 1 ədəd orta hissə nisbətən uzun olacaq. Yəni 2 odun arası məsafəni ölçün. Daha sonra odunları ölçüb yapışdırırıq və yapışdırmaq müvəqqətidir, çünki qopa bilir. Sadəcə yapışdırdım ki, yerini bilim. Yəni künc hissəni bu formada hər dəfə dəqiqləşdirməyim. Biraz yapışdırandan sonra iplə yaxşıca bağlayırıq ki, daha möhkəm olsun. Eyni qayda ilə çardağın üzərinə də yapışdıracağım. Yəni bu tam uzun müddət qalmayacaq. Həm çim yapışdırıram. Bu möhkəmlik üçündür. Eyni zamanda görüntü olaraq ara hissələrdə mamır görüntüsü üçündür. Dediyim kimi həm də əsas olaraq möhkəmlik üçündür. Yəni odun üzərində kley çox az vurulur. Yəni çox tökə bilmirsiniz 2 odun arasına. Ona görə həm çim vururam, həm də iplə yaxşıca sarıyacağım ki, daha möhkəm olsun. Daha sonra isə orta hissəyə bu formada, yəni dediyim kimi ölçünü alın, hər tərəfə 2 sm çıxıntısı olsa kifayət eləyir. Orta hissənin odununu yapışdırandan sonra üzərinə çim yapışdıracağım. Mən çardaq olaraq çimdən istifadə elədim. Quru ot da yapışdıra bilərsiniz. Kardon yapışdırıb kardonun üzərinə saman da yapışdıra bilərsiniz. İnşallah çalışacağım növbəti videolarımda müxtəlif formalı çardaqlar hazırlayayım ki, sizin üçün də ideya olsun. Amma bu dəfə çimdən hazırladım. Hazırlanması çox rahatdır. Gördüyünüz kimi sadəcə ölçünü alıb çimi yapışdırırıq. Xonçamıza, digər dekorlarımızı yapışdırmağa başlaya bilərik. İlk olaraq kənar hissəyə çəpər yapışdıracağım. Bu çəpəri hazırlanmasını göstərmədim. Öncəki videolarımda göstərmişəm. Təkrar olmasın deyə bu dəfə göstərmədim. Və qapı hissəsi açılıb bağlanır. Kleyləməmişəm. Həsir iplə bağlamışam. Bu formanı öncəki videolarımda göstərdim. Belə deyək, adi odundur. Üzərinə çöp şişlər yapışdırırıq. Və belə gül budağım var. Künc hissədən səbətin içərisinə doğru keçirdəcəm. Budaqları düz formadadır. Biraz aralayıram ki, belə daha geniş və daha gözəl görünsün. Belə şəlaləmiz var. Hazırlanmasını göstərmişəm. İstəsəz buyurub izləyə bilərsiniz. İnşallah videoda linkini də qeyd eləyərəm. Yəni hazır rahat formada baxıb işləmək üçün. Şəlaləmizi də yerləşdirdim. Daha sonra ön hissəyə odun yapışdıracağım. Odunu bu dəfə üst-üstə formada yapışdıracağım. Hər dəfə dikinə yapışdırıram. Ya sıx formada, yaxud da həsir ip doluyuram. Amma bu dəfə belə yapışdırdım. Nisbətən aralı yapışdırırıq. Digər ikisinin orta hissəsindən növbəti odunu yapışdırırıq. 2 cərgədə yapışdıra bilərsiniz. Bu formanı 3 cərgədə davam eləyə bilərsiniz. Quş yuvasını təbii otdan hazırlayacağım. Xonçalarımda hər formalı hissə göstərmişəm. Həm quru otdan, həm samandan və eyni zamanda hazır quş yuvası da bəzəmişəm. Bir dənə həsir ipdən hazırlamamışam. İnşallah vaxt eləyim, onu da paylaşaram. Həsir ipdən quş yuvasını hazırlanmağın, yəni satışdakına daha çox bənzəyir. Quş yuvasını çardağın üzərinə yerləşdirəcəm. Əlində belə kiçik odun var. Kötüyə bənzəyir, yəni kəsilmiş ağaca. Onu yerləşdirəcəm. Və belə gil heykəlim var. Səbətimizə yapışdıracağım.
hara yapışdırdığıma hələ qərar verməmişəm. Bu hissə daha rahatdır. İstədiyiniz yerə yapışdıra bilərsiniz və hətta kötüyün də üzərinə yapışdırmaq olar. Mən çox vaxt kötüklərin üzərinə heykəl yapışdırıram. Torba üçün bu dəfə belə zərli setqam var. Ondan hazırlayacağım. İçindəki çərəzlər də görünür, daha gözəl görünür. Həsir ipdən də, daha doğrusu həsir parçadan da torba hazırlaya bilərsiniz. Kilimdən də hazırlamaq olar. Yəni səbətin kənarında istifadə etdiyim kilimdən. Hətta ən rahat forması satışdan hazır formada ala bilərsiniz. Kənar hissəni yapışdırandan sonra altlıq hissəni bu formada içəri qatlayıb yapışdırıram. Mən bu formanı demək olar ki, bütün torbalarda eləyirəm, bütün xurcunlarda bu formadan istifadə eləyirəm. Boğaz hissəni isə bir dəfə kənara doğru qatlayıb üzərinə parçadan yapışdıracağım, kilim parçadan. Amma kilim parçanın ağız hissəsini iplərini çıxardıram ki, saçaqlı görünsün, həm daha gözəl görünür. Eyni zamanda daha səliqəli görünür. Əgər istəsəz, boğaz hissəyə milli lent də yapışdıra bilərsiniz. Setka olduğu üçün kardondan istifadə edin. Çünki kley əlinizi yandıra bilər. Alt hissəyə əlinizi yapışdıranda kley çıxıb ələ dəyib yandırır. Ona görə bir kağız parçası, kardon parçasından istifadə edin. Daha sonra zövqünüzə uyğun kəpənəklər, quşlar və kiçik böcəklər əlavə edə bilərsiniz səbətə. Mən həmçinin belə kiçik heykəllər var. Toyuqdur, 2 ədəd balaca, çox kiçikdir ölçüləri. Belə miniatürlərdə kiçik heykəl işimə çox yarayır. Uşaq oyuncaqları satılan dükandan əldə eləmişəm. Və belə kiçik öküz arabası var. Hazırlama qaydasını da paylaşmışam kanalımızda. Linkini də yerləşdirməyə çalışacağım, buyurub baxa biləsiniz. Bu öküzlərdə toyuqlar olan paketdən çıxır, balaca heyvanlardır. Oyuncaq olan dükanlarda, mağazalarda olur heyvan paketi dəstində. Və hətta bir izləyici yazmışdı, paylaşmışam mən. Bir izləyicimiz yazmışdı ki, mən bilirəm bunlar harda olur, heç lazımlı bir şey deyil. Yəni paylaşmışsınız, hər yerdə tapılır. Amma həqiqətən mən hər yerdən tapa bilmirəm. Bu kiçik heykəllər görəndə çox sevinmişdim. Çünki heyvan fiqurları çox böyükdür. Miniatürlərdə elə də yaxşı görünmür. Bugünlük bu qədər dəyərli izləyicilər. Bizi izləyən hər kəsə sonsuz təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.